İki naqildən keçən cəryan şiddətinin onların uclarındakı gərginlikdən asılılıq qrafiki verilmişdir. Gərginlik 6 volt olan anda bu naqillərdə ayrılan güclərin nisbətini tapın. Deməli 4'ü vuranda 6'ya eləyir 24 P2 üçün. 8'i vuranda 6'ya o da eləyir 48 P1 üçün. Və P1 bölünsün P2'dən 48 bölünsün 24, bu da 2 verir. Elə cavab yoxdur. Burada bizə qeyd eləməliydi ki, gərginlik 6 volt olan ana qədər orta gücü tapın. Biz də fiqurların sahəsinə baxmalıydıq. P1 bərabər 8 vur 6 bölü 2, 24. P2 də bərabər olacaq burada. Deməli, 2 üstə gəl 6, bölünsün 2, vurulsun hündürlükdə 4. 8'i 2'ye 4, 16 və daha sonra 24 bölünsün 16 bölü 2. 1,5. Belə olmalıydı. Amma bizə qeyd eləmir, orta güc sözünü demir. Bizə deyir ki, gərginlik 6 volt olan anda. Nisbət 2'dir.